Qoç. Bugün sizin üçün aktivlik və hədəflərə yönəlmə günü olacaq. Bugün səhər saatlarından etibarən enerjiniz yüksək olacaq və başladığınız işləri sona çatdırmaq üçün güclü motivasiya hiss edəcəksiniz. İşdə yeni ideyalarınız çox dəyərli görünə bilər və rəhbərlik sizdən daha çox təşəbbüs gözləyə bilər. Lakin emosional tərəfdən özünüzə qarşı çox sərt olmamağınız vacibdir. Ailə üzvləri ilə daha ahəngdar münasibətlər qurmaq üçün yaxşı gündür. Axşam saatlarında qısa bir istirahət və ya təbiət gəzintisi sizə rahatlıq verəcək. Buğa. Bugün sabitlik və sakitlik sizin üçün rahatlıq yaradacaq. Gün ərzində məntiqli, ağıllı qərarlar vermək fürsəti əldə edəcəksiniz. İşdə yavaş-yavaş, amma sabit irəliləyişlər sizi məmnun edəcək. Maddi baxımdan gözlənilən bir xəbər ala bilərsiniz. Şəxsi münasibətlərdə isə sevgi və diqqət ön planda olacaq. Bugün münasibətlərdə dərin emosional yaxınlaşma mümkündür. Axşam saatlarında özünüzə kiçik rahatlıq hədiyyəsi verə bilərsiniz. Xərçəng. Bugün emosional və dərin düşüncələrinizlə ön planda olacaqsınız. Sizin üçün ən vacib olan məsələ rahatlıq və daxili balans olacaq. İş sahəsində diqqət tələb edən işləri asanlıqla görə biləcəksiniz. Pul məsələlərində gözlənilməz xeyirli xəbər alma ehtimalı var. Ailə ilə bağlı vacib məqamlar önə çıxa bilər və siz bu məsələləri həssaslıqla həll edəcəksiniz. Günün sonunda özünüzə sakit bir mühit hədiyyə etməyiniz ruhunuzu yüngülləşdirəcək. Şir. Bugün sizin üçün parıldamaq, özünüzü göstərmək və liderlik etmək günü olacaq. İşdə təşəbbüsləriniz dəyərləndiriləcək, hətta sizi ön plana çəkə bilər. Maddi baxımdan sərfəli bir təklif və ya gəlir ehtimalı mövcuddur. Romantik münasibətlərdə ehtiras və qarşılıqlı diqqət artacaq. Bir çox şirlər bugün daha çox seviləcəyini və diqqət görəcəyini hiss edəcək. Günün sonunda özünüzü güclü və məmnun hiss edəcəksiniz. Qız. Bugün sizdən dəqiqlik, diqqət və təşkilatçılıq tələb edən bir gündür. İş sahəsində detallara fokuslanaraq böyük uğur əldə edə bilərsiniz. Hətta uzun müddətdir həllini gözləyən bir problem bugün sizin sayənizdə yoluna düşə bilər. Maddi məsələlərdə ehtiyatlı olmanız məsləhətdir. Şəxsi münasibətlərdə sakitlik və qarşılıqlı anlaşma hökm sürəcək. Günün sonunda rahatlıq və səliqə sizin üçün ən yaxşı terapiya olacaq. Tərəzi. Bugün balanslı, harmonik və sosial enerjili gündür. Ətrafınızdakı insanlar sizinlə ünsiyyət qurmaqdan zövq alacaq. İş mühitində kreativlik önə çıxır, yeni ideyalarınız müsbət qəbul ediləcək. Şəxsi münasibətlərdə incəlik və gözəl jestlər gününüzü işıqlandıracaq. Maddi məsələlərdə ehtiyatla davranmaq lazımdır, çünki bugün ani xərcləmə istəyi də yarana bilər. Axşam saatları dincəlmək və sevdiyiniz hobbi ilə məşğul olmaq üçün ideal olacaq. Əqrəb. Bugün sizin üçün intuisiya və emosional güc günü olacaq. Daxili hissləriniz çox güclənəcək və bir çox məsələni başqalarından əvvəl anlayacaqsınız. İşdə arxa planda qalan bir problem bugün aydınlaşa bilər. Maddi sahədə bir çox əqrəbi müsbət dəyişiklik gözləyir. Şəxsi münasibətlərdə isə emosional yaxınlıq və səmimi söhbətlər aparmaq üçün çox uyğun gündür. Axşam saatlarında özünüzə vaxt ayırmaq ruhunuzu gücləndirəcək. Ox atan. Bugün sizin üçün enerji, hərəkət və geniş düşüncə ilə dolu olacaq. Yeni planlar və yeni məqsədlər üçün əla gündür. İşdə yenilikçi fikirləriniz diqqət çəkə bilər. Uzaqdan gələn xoş bir xəbər gününüzü daha da gözəlləşdirəcək. Şəxsi münasibətlərdə isə açıq danışmağınız tərəf müqabilinizlə yaxınlığınızı artıracaq. Günün sonunda özünüzü daha güclü və motivasiyalı hiss edəcəksiniz. Oğlaq. Bugün siz məsuliyyətli və diqqətli olmalı olduğunuz bir gündür. İş mühitində önəmli bir mövzu gündəmə gələ bilər və siz bunu uğurla həll edəcəksiniz. Maddi sahədə isə sabitlik gözlənilir. Ailə və şəxsi münasibətlərdə ciddi söhbətlər ola bilər, amma bu söhbətlər münasibətlərinizi gücləndirəcək. Günün sonunda biraz yorğun hiss edəcəyiniz üçün sakit istirahət sizə çox yaxşı təsir edəcək. Dolça. Bugün yaradıcılıq və yenilik ideyaları ilə dolu bir gündür. İşdə orijinal fikirlərinizlə fərqlənəcəksiniz. Sosial əlaqələriniz genişlənə bilər və yeni tanışlıqlar həyatınıza maraqlı enerji gətirəcək. Maddi məsələlərdə ehtiyatlı olmanız lazımdır.
Şəxsi münasibətlərdə isə xoş bir görüş və ya romantik an mümkündür. Günün sonunda özünüzü daha sərbəst və rahat hiss edəcəksiniz. Balıqlar. Bugün hissləriniz daha dərin olacaq və intuisiya gücünüz yüksək səviyyədə işləyəcək. İşdə sakit, amma məhsuldar bir gün sizi gözləyir. Çoxdan həllini gözlədiyiniz bir məsələ nəhayət ki irəliləyəcək. Şəxsi münasibətlərdə isə tərəf müqabilinizin gözlənilməz bir jesti sizi sevindirə bilər. Axşam saatlarında emosional rahatlıq və sakitlik tapacaqsınız. Əkizlər. Bugün sizin üçün çox danışıq, plan, ünsiyyət və hərəkət gətirir. Ətrafınızdakı insanlar sizdən məsləhət, fikir və yönləndirmə gözləyəcək. Gün ərzində yeni tanışlıqlar mümkündür və bu tanışlıqlar sonradan önəmli rol oynaya bilər. İşdə sürətli qərarlar tələb oluna bilər, ancaq diqqətli davranmağınız vacibdir. Emosional olaraq biraz dalğalana bilərsiniz, amma günün sonunda sizi sevindirəcək bir xəbər və ya yaxın insandan xoş mesaj ala bilərsiniz.